Hendel və Baxın müqayisəsi. Bax və Hendel 18-ci əsrin birinci yarısında yaşamış, görkəmli musiqi xadimlərindən idilər və iki sənətkarın bir sıra ümumi və fərqləndirici xüsusiyyətləri var idi. Bax və Hendel 1685-ci ildə anadan olmuşlar və bir dövrdə yaşayıb yaratmış və demək olar ki, eyni zamanda vəfat etmişlər. Bax 1750-ci ildə, Hendel isə 1759-cu ildə vəfat etmişdir. Bax və Hendel yaradıcılığı 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərini əhatə edir. Hər iki sənətkar həm polifonik, həm də homofon harmonik üslubda əsərlər yaratmışlar. O, bəstəkarlar öz yaradıcılıqlarında dini və uzun müddət inkişaf edən polifonik musiqinin son səhifələrini yazaraq onun tarixini bitirmişlər. Buna görə də Bax və Hendeli sərbəst polifonik musiqinin zirvəsi adlandırmaq olar. Bax və Hendel eyni zamanda homofon harmonik üslubda gözəl əsərlər yaratmışlar. Bu üslubun inkişaf etməsinə səbəb olmuşlar. Hər iki sənətkar Almaniyada anadan olaraq orta əsəviyyəli ailədə böyüyərək musiqi ilə məşğul olmuşlar. Bax musiqiçi ailəsində anadan olaraq ömrü boyu Almaniyadan kənara çıxmamışdır. Buna görə də Bax öz dövründə çox tanınmamışdı. Hendel isə əksinə onun yaradıcılığı və yaratdığı əsərlər ümumi Avropa səviyyəsinə qalxaraq və onun İtalyan operasına müraciəti bir çox Avropa ölkələrində məşhurlaşmasına səbəb olmuşdu. Hendelin musiqi yolu Almaniyada başlamağına baxmayaraq, İtaliya və İngiltərədə davam etmişdir. Dünya ölkələri Baxı birmənalı olaraq Alman bəstəkarı kimi qəbul edirdi. Lakin Hendeli ingilislər öz bəstəkarları kimi qəbul etmişdilər. Baxın, bəstəkarlıq və ifaçılıq sənəti onun fəaliyyətinin ifadəsi kimi özünü göstərir. Hendelin isə hər bir addımı öz dövründə əks-sədaya səbəb olmuşdu. Onun opera sahəsində məğlubiyyəti, oratoriya sahəsində böyük uğurları daim musiqi ictimaiyyətində diqqətə səbəb olurdu. Beləliklə, Hendel yaradıcılığı Avropada musiqi ictimaiyyətinin gözü qarşısında keçərək öz dövründə çox tanınmış, həyatının sonuna qədər böyük şöhrət qazanmış sənətkar kimi qeyd olundu. Baxın, bəstəkar yaradıcılığı çox şaxəli idi. Bəstəkar yaradıcılığında həm vokal, həm də instrumental əsərlərə müraciət olunmuşdu. Baxın, Hendeldən digər bir fərqli cəhəti ondan ibarətdir ki, o opera janrına müraciət etməmişdi. Hər iki bəstəkarın yaradıcılığı böyük və rəngarəng idi. Baxın yaradıcılığında onun oratoriyaları onun monumental yazısının ən gözəl nümunəsi idi. Bax və Hendel yaradıcılığında dini mövzu daha geniş yer tuturdu. Bu daha çox Bax yaradıcılığında öz əksini tapmışdı. Dini mövzuya müraciət bir tərəfdən bəstəkarın kilsədə çalışması ilə, digər tərəfdən İsa obrazının tərənnümü ilə bağlı idi. Hendeldə isə dini mövzu oratoriyalarda öz əksini tapır. Hendelin dini mövzusu monumental tərzdə istifadə olunaraq dramatik təzadlar və geniş məzmun ilə maraq doğururdu. Bax yaradıcılığında isə dini mövzular fəlsəfi xarakter daşıyırdı. Bəstəkarın İsa obrazında ilk növbədə əzab çəkən insanı təsvir edir. Məhz buna görə də Baxın yüksək messası və Matveyin istirabları əsərləri öz yüksək ideyasına görə və məzmununa görə kilsəni aşıb konsert əsəri kimi ifa olunurdu. Bildiyimiz kimi, Hendel və Bax öz əsərlərində kübar mövzuya da müraciət etmişlər. Hendel yaradıcılığında kübar mövzu daha geniş işlənib və onun ifadəsini operada görürük. Bax yaradıcılığında isə kübar mövzu geniş yer tutmasa da, kantatalarda, digər əsərlərdə öz əksini tapıb. Hendel polifoniyasında böyük səs imkanları daha çox maraq doğurur.
Bu xüsusiyyət oratoriyalarından daha çox instrumental əsərlərində özünü biruzə verir. Baxın da polifonik üslubu olduqca zəngin idi. Burada monumental polifonik yazı üslubu və çox dərin, incə imitasiyalı forma və prinsiplərin istifadə olunmasını görmək olar. Baxın polifoniyasını vokal, instrumental, klavir, orqan, ansambl əsərlərində görmək mümkündür. Təbii ki, Bach musiqisi və onun bəzi əsərləri, yaxşı temperasiyalı klavir, fuqa sənəti və s. əsərləri polifonik üslubun ən yüksək nümunələri kimi qəbul olunur. Bach və Händel bəstəkarlıqla yanaşı ifaçı kimi də çıxış edə bilir. Händel dövrünün tanınmış ifaçılarından idi. Bach isə yalnız ifaçı kimi yaşadığı şəhərdə tanınmışdı və yalnız işlədiyi yerlə bağlı idi. Əlavə qeyd edək ki, Bach dövrünün görkəmli pedaqoqlarından biri idi. Bəstəkarın yaratdığı əsərlər, o cümlədən klavir üçün yazdığı yaxşı temperasiyalı klavir əsəri tələbələri üçün yazılmışdı. Händel və Bach homofon harmonik üslubun inkişafında böyük rol oynamışdı. Händel yaradıcılığında bu üslub əsasən opera, oratoriya və instrumental musiqisində özünü biruzə verir. Bach yaradıcılığında isə bu üslub müəyyən mənada polifonik üslubdan sonra özünü bildirsə də olduqca maraqlı yollarla əks olunur. Bu üslub bəstəkarın kantata, suita, instrumental əsərlərində özünü biruzə verir. Eyni zamanda preludiya və fuqa kimi silsiləli, homofon, harmonik və polifonik yazı bir əsər daxilində istifadə olunur. Bach və Händel bir tərəfdən polifonik musiqinin yekunu kimi başa düşülürsə, hər ikisi yeni musiqinin formalaşması və inkişafında da mühüm rol oynayan bəstəkarlardandır.